növbəti faydalardan Ramazan ayına bağlı qənimətlərdən istifadə edək deyə Allahı zikr eləmək, qardaşlar. Ramazan ayında ən gözəl ibadətlərdən biri Allahı çox zikr eləməkdir. Zaten bu ibadətlər hər an lazımdır. Lakin elə mövsümlər, elə bir vaxtlar, zamanlar var ki, qardaşlar, orada daha çox olmalı. Ne ibadətlər daha kamil olsun deyə o günün, o ayın, o mövsümün fəzilətinə görə həmən gün edilən ibadətlər də fəzilətli olur, üstün olur, savabı daha çox olur. Və həmçinin bilirsən, günahlar da elədir. Adi vaxtda edilən günahlarla bu xeyir-bərəkət aylarında edilən günahlar eyni deyil. Ona görə də ki, insan savabların çoxalmağını istəyirsə bu xeyirli mövsümlərdə, həmçinin günahların şiddətindən də qorxsun. Çünki o mövsümlərdə edilən günahlar daha şiddətlidir, Allah qorusun, əzabı daha şiddətli ola bilər, pis aqibət ola bilər. Deməli, Allahı zikr eləmək, qardaşlar. Allahı zikr eləmək qəlblərin həyatıdır. Qəlbin təmizliyidir, qəlbi paklaşdırar. İnsana rahatçılıq verir. Necə ki, Allah da kitabında buyurur, Ələ bi zikrillahi tatmainnul qulub. Bilin ki, qəlblər Allahı zikr eləməklə rahatçılıq tapar. Vallahi belədir, qardaş. Öz həyatında bir dənə yoxla. Bir qəm, qüssə, kədər olanda Allahı zikr etməyə yönəl. Bir problemin olanda Allahı zikrə yönəl. Görəcəksən ki, vallahi qəlbin rahatlanır. Rahatlıq tapırsan, dincəlirsən. İnsan bəzən görsən, rahatçılıq başqa şeydə axtarır. Dərd, müsibət gələndə. Kimisi siqaretə yönəlir, siqaret çəkir, dayanmadı. Kimisi içki içir, kimisi dözmür, intihara gedir. Subhanallah, bu əzəmətli ayədən xəbərlər yox. Allahın kitabından xəbərləri olsaydı, Allahın dinindən xəbərləri olsaydı, onlar bilərdilər ki, qəlblər Allahı zikr etməklə vallahi rahatsızlıq tapar. Bunu da kimlər hiss edirlər? Qardaş, imanın şirinliğini dadanlar. Allahın dinini yaşayanlar, Allah sevənlər, Allahdan qorxanlar, Allaha ümid bəsləyənlər, bax, bu şeyləri başa düşürlər. Lakin çox heyflər olsun ki, nə qədər insanlar var ki, bax, bu tür həqiqətdən uzaqdırlar. Allah onlara hidayət versin, islah edəsin. Deməli, qardaşlar, Allahı zikr eləmək rəhməni razı salar, şeytanı uzaqlaşdırar, insandan qovar, həmçinin günahları silər və qiyamət gündə onlar həmişə öndə olanlardan olarlar. Biləcək ki, Allah zikr edənlər qiyamət günü hamının önündə olacaqlar və Allah Taala onları müjdələyib. Nicat tapmaqlar, necə ki, Allah kitabında buyurur, وَذْكُرُوا كَثِيرًا لَعَلَّكُمْ تُفْلِحُونَ. Allahı çoxlu zikr edin ki, nicat tapasınız. Gördün nə dedi Allah-u Teala? Demədi Allah'a zikr edin ki, nicat tapasınız. Dedi Allah'a çoxlu zikr edin ki, nicat tapasınız. Lakin münafiqlərin halı necədir? Onlar namaza tənbəhliklə qalxarlar və Allah'a çox az zikr edərlər. Niyə az zikr gəlib orada? Çünki görsənsin ki, mən də zikr edənlərdənəm, mən də müsəlmanam. Münafiq gizlədir axı imanını. Namaza qalxan tənbəhliklə qalxar, can dərdi qalxar. Əlacı olsa gəlməz. Həmçinin Allah'a az zikr edir. Niyə insanlar yanında belə öz aləmində zikr edir? Qoy desənlər ki, mən də müsəlmanam. Lakin mömin insan gəlir Allah'a çoxlu zikr eləsin. Xüsusən bu mövsümdə, bu xeyirli bərəkət ayında. Həmçinin başqa bir ayda Allah Teala buyurur ki, Allah'ı çoxlu zikr edən kişilər və qadınlar üçün Allah Teala məğfirət və əzəmətli bir savab, mükafat hazırlanmışdır, vəd etmişdir. Kimlərə vəd edib Allah Teala o böyük mükafatları, məğfirəti, bağışlamağı kimə vəd edib? Allah'a çoxlu zikr edən mömin kişiləri və qadınları. Ona görə Allah'a zikr etmək, yəni Allah'a çoxlu zikr etmək lazımdır. Və zikirlərin növləri çoxdur, bilirsən. Məsələn, namazdan sonraki zikirlər, səhər-axşam zikirləri. Və bəzi insanlar var, Allah istəyirsin, namazdan sonraki zikri belə eləmir. Subhanallah, qardaş. Fikir verərsən, görərsən, namaz qılınan kimi aradan çıxır. Subhanallah, 5 dəqiqə otur, Allah'a zikr elə. Nə qədər vaxtından gedəcək? Tələsirsən, eybi yox. Qısa olanlar elə. Məsələn, o bilirsən də namazdan sonra 33 dəfə Subhanallah, Elhamdülillah, Allahu Akbar. Gəlib də bu zikirlər. Bunun 10 variantı da gəlib. Şeyx Alban deyir ki, bu kimlər üçün? Kimin kişi var, tələsir, gözləyəni var. 10 dəfə elə. 10 dəfə Subhanallah deyir. 10 dəfə Elhamdülillah. 10 dəfə Allahu Akbar deyir. Çıx get də məsələn. Amma tələsir, namaz qutaran kimi qaçır və görürsən cümə namazında çox görürsən, belə şeylər. Mən fikir vermişsin yoxsa yox. Cümə namazı qılan kimi hamı qalxır. Məsciddən birdən millət çıxmağa başlayır. Çöldə olan hamısı birdən ayağa qalxır. Qardaş, 5 dəqiqə səbr elə. Sən elə qalxanda zikr edənlərə mane olursan. Gəlib başın üstündən keçir, yanından keçir, sənə dəyər toxunur. Qardaş, hara tələsir? Belə tələsmək hansı əməllərdə olmalı? Salih əməllərdə. Bu dünyası üçün gönüzə tələsir. Amma namazı da axırda gəlir. Subhanallah. Axırda gəlir, tez aradan çıxır. Qardaş, 5 dəqiqə zikr elə, səbr elə. Sən Allah'a zikr edirsən. Səni yaşadan, sənə həyat verən, səni roziləndirən, səni tanıtdıran Allahdır. Qardaş, 5 dəqiqə artıq zikr eləməklə nə olacaq? Allah 5 dəqiqə gecikdir. Kimisə görüşünə 5 dəqiqə gecikək nə olmaz. O biləcək ki, sən namazdasan, o da alışacaq. Necə, hə, qardaş cümə namazında olur. Ona görə gecikir.
Bundan sonra vaxtını sənə görə ayarlayacaq ki, qardaşın namazı var, ibadəti var s. Bu şeylərə diqqət eləmək, fikir vermək lazım, gözəl qardaşlarım. Deməli, bu ayda, bu mövsümdə bütün vaxtlardan istifadə etmək lazımdır. Allah zikr etməklə, Allahı xatırlamaqla və ən böyük zikirlərdən biri də Allah Rəsulunun ən çox sevdiyi zikirlərdən biri Subhanallah, vəlhamdülillah, və la ilahə illallah, vallahu akbar. Cənnətdəki əkinlərin sayını çoxaltmaq istəsə, bax bu zikr elə. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, günəşin üzərində doğduğu hər bir şeydən bu kəlmələr mənə daha sevimlidir. Yəni, dünya və içindəkilərdən xeyirlidir bu zikr Allah Rəsulü. Çox sevimlidir. Subhanallah, vəlhamdülillah, və la ilahə illallah, vallahu akbar. Və ya 100 dəfə la ilahə illallah denən, Subhanallah denən. Zikirlər elə qardaş. Yol gedirsən, indi buradan məsələn harama gedirsən, düzdürmü? Namazlara gedirsən. Bir 10-15-20 dəqiqə məsafə var qardaş. Zikr elə get. Və ya çox vaxt tıxacda qalırıq, Bakıda olanda qardaş. Tıxacda əsəbləşib qarşı tərəfi təhqir edincə, bəzi insanlarda var, dözmür də. Və ya əsəbləşib kimlərsə təhqir edir, bu nə tıxacdır və s. və səbəbkarları. Qardaşım zikr elə də. Başqa bu qədər zikr etmək olsa vaxtımız olmayacaq. Tıxacdasan, deyilən la ilahə illallah. 100 dəfə deyilən. Deyilən Subhanallah. Vallahi bu daha xeyirdən ki, qabaqda əsəbləşib kimisə haqqına girməkdənsin. Və ya Qurandan hifzin varsa, əzbərin varsa, təkrarla. Vallahi nə qədər hafiz insanlar var ki, vallahi yəni öz vaxtlarını bax belə istifadə edirlər. Bilir ki, başqa vaxt məsələn oturub bir düz təkrarlaya bilmədi, iş güz var, ailə var. Yol gedir qardaşım, oturur hizbini, düzbünü və ya düzünü məsələn təkrarlayır qardaş. Və ya gündəlik zikirləri vardı, bilirsən səhər axşam zikirləri. Qardaşım, tıxacda gedə zikir. Ha biz məsələn bəzi insanlar var indi, Allah bizə islah eləsin. Belə əsəbləşib kimisə haqqına giririk. Ondan sonra Allah'a zikr elə, qoy qəlbin rahat olsun. Həm də alışasan.